Onların pensiyaları yenidən hesablanaraq artırıla bilər. Videoya davam etməzdən öncə zəhmət olmasa cavablandırın. Sizcə pensiyaların artımı nə qədər olmalıdır? Öncədən təşəkkürlər. Azərbaycanda təqaüdçülər üçün əsas suallardan biri növbəti pensiya artımının nə vaxt və hansı həcmdə olacağı ilə bağlıdır. Unikal verir ki, 2026-cı ilin əvvəlində əmək pensiyaları 9,3% indeksləşdirilərək artırılıb. Bu artım 2025-ci ilin yekun göstəriciləri, xüsusilə ölkə üzrə orta aylıq əmək haqqının artım tempi əsasında hesablanıb. Rəsmi məlumatlara görə artımdan təxminən 1,1 milyon pensiyaçı yararlanıb. Bəs növbəti artım nə vaxt olacaq? Bu mövzunu mətbuat aza şərh edən iqtisadçı Əli Məmmədov bildirib ki, qanunvericiliyə əsasən əmək pensiyaları hər ilin əvvəlində əvvəlki il üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Onun sözlərinə görə 2026-cı ilin yanvarında artım baş verib və eyni qaydada 2027-ci ilin yanvarında da 2026-cı ilin yekun göstəricilərinə əsasən əmək pensiyalarında növbəti artım tətbiq olunacaq. Bu isə o deməkdir ki, hazırki qaydalar dəyişməzsə, pensiyaçılar növbəti ümumi indeksləşdirməni 2027-ci ilin əvvəlində gözləyə bilərlər. Lakin artımın neçə faiz olacağı indidən bəlli deyil. Bunun üçün 2026-cı il üzrə orta aylıq əmək haqqının yekun artım göstəricisi məlum olmalıdır. Başqa sözlə, bu ilki əmək haqqı artımı gələn ilin pensiya artımının əsas meyarlarından birinə çevriləcək. Əli Məmmədov işləməyə davam edən pensiyaçılarla bağlı ayrıca mexanizmin olduğunu qeyd edib. Qanunvericiliyə əsasən əmək fəaliyyətini davam etdirən şəxslərin pensiyası müəyyən şərtlərlə 6 ildən bir yenidən hesablanır və bu zaman onların topladığı pensiya kapitalı nəzərə alınır. Onun sözlərinə görə 2026-cı ilin sonrakı aylarında 6 illik müddəti tamamlanan pensiyaçıların pensiyaları da yenidən hesablanaraq artırıla bilər.